Girək içəri, yoxsa yezdəni gözləyək? Yox bala, gözləyək, yeznə də gəlsin, sonra bir yerdə girərik. Qoy gəlsin. Sən ma satmayan bilirsən nədir? Nədir bala? Bu yezdənin əli ayağı yoxdur. Varmı? Var. Bu gəlsin də gəlsin özünü hücamlıya gəlsin girsin də. Niyə biz gətirməli? Bala, Tamam pulunu ödəmişik də biz. Gəlsin girsin də bu. Elə demə də bala, elə demə. İndi nə də olsa yeznədir da. Eləməliyik də, biz eləməliyik da. Bu, belimizdən yüktür da, nağaraq. Yezdə mi? Hə. Yük de öyle, yezdə belimizdə yük değil. Yezdə belimizdə protuzya. Protuzya. Gəlir. Xaşal qarın gəlir, xaşal qarın gəlir. Bir yezdənin ki, başı ağarıb, bığına kraska qoyur. O yezdin nə olacaq, bana qanı düşürəcək. Demir, dinmətcədir. Bu ya yeznə, sənin boyuna, buxununa qurban. Xoş gəlmişsən. Sağ ol. Nətərsən? Nətərsən? Ana yezdin. Girəyin də, girəyin içəri. Gəl ay yeznə, can. Yaxşısan? Sağ ol, hə. Sənin bütün ağrı acın geçsin, sən istəməyənlərin ürəyinə, ay yeznə. Qaynana elə demə. Oğlumun başına bir iş gələr. Buna bax, ha, buna bax. Bunun bığına qoyduğu kraskaya bax. Mənə dediyi sözə bax. Mama, mənə odlandırır bu yezdin. Yox, kiri. Nə deyir, vur getsin. Nə deyir, vur getsin. Da vur geçsin. Qulaq ardına vur getsin da. Sən də ana, təmiz danışığını itirmişsən. Gedəcək indi sən hicam eləyəcəklər, hicama. Ondan sonra rahatlaş. Ona dedin ana, saqqızı çıxartın lan, ağzından saqqızı çıxartın. Söz danışıram, ağzından saqqızı var. Partlayıram lan bu yezdəni. Ya sakitləş, da saqqız dör, konfet atıb ağzına da, nə olur? Parçalandın 15 yerə. Kürək ər. Haccan qaynana. Deyirəm sənin qaynana nə qədər sağdır. Sənin qoymarama bir yerin ağrısı. İndi qalxaşsan hicamaya, gör bir dənə baş ağrın qalırmı? Deyirsinizsə demək elədir, baxarıq. Çıx. Elə bilməsə biraz narazısan. Nədən narazı olacam, nədən narazı olacam? Sənin kimi mənim kürəklərim var, nədən narazı olacam? Bu deyirəm yəni ki, narazısansa de bilir. Heç nədən naraz deyirək, qalx yuxarı. 2-ci mərtəbədir, çıx. Çıx gəldik də, biz də çıx gəldik də, həkimlə danışaq görə nə ağarı? Get bala, get. Nə qədər kimi? Gətdik, hicamıya gətdik. Nə qədər kimi, yəni biz buna baxacaq? Bala, yaxşı da, yeznət da. Bacın oradadır. Nağayraq. Atamatın da yeznəsi var da, qoz kimi yeznələri var. Bizim qozumuz çəlti yolda, çəlti yol. Vursan sınmır ha. Bizimki el oldu. Nağayraq. Hərənin bir qismatı bala, gəl. Kürəkər, sən mi nətər şaqqıldayırsan? Məni gelişdirmişsiniz hələ. Birazdan hələ yüngülləşəksən, narahat olma. Mənim işim var ya, ana. Mən burada nə sağlamcam. Mən gedib köməkdən malı götürməliyəm, mal çıxartmalıyam. Mən qalmışam bu malın əlində. Eşdi, yavaş ol. Camat kürəkərini aparır yesun tikidə. 21 gün müalicə elətdirir, gətirir. Amma sən bir dənə manual terapiyaya gətirmirsən bu yeznəni, onu da vurub basıb gözünü deşirsən. Ana, bir dəfəlik, nə istəyirsə bir dəfəlik eləyə canımı qutarsın, qutarmır axı, bu əl çəkmir axı. Bunun burnunun ucunda sızanaq çıxır, mənə zəng edir ki, neynəmək olar nədir? Mənim görməkdə malım qaldı, mən onu geri həll eləməm, mən nə yapım mən burada? Yaxşı da, sən git mallarını həll elə, mən də bir dənə taksi vurum yeznəyə, aparım evinə. Biznes taksi olsun özdə.
Ya, biznesdə aparacam da, yeznə ben nədə aparacam səni, ekonomda aparmayacam ha. Narahat olma, biznesdə. Sən biznes yeznəsən, nə biznes yeznəsən. Narahat olma. Ben getdim ona. Get bala, get sağ salamat, aşağıda da manual terapiyanın pulunu ödə, yaxşı? Yaxşı. Kürəkən şaqqıldanmır, mən şaqqıldayıram mən. Nətərdir? Yeznə nətərdir? Getdi. Hə? Getdi. Hə, getdi. Elə bil nədənsə narazı idi yenə. Yox, nədən narazı olacaq? Nədən narazı olacaq?